Kutusuna bağlayacaq, çöldən çox yavrusu yəni. Kənarı Belə yoxlaş qalsın, yəni gələcəkdə belə market yüksək belə. Biraz qozuda eksməkdə kimsə dənizdir, eyvazlar dənizdir. Gəlin müsaqda bunu video qozar. Kesin elə bu olur. Bax, gələn qovalar bu. Qovalar qar yağanda bir tərəfə salmaq. Gəlin. Xoş gördük hər birinizi. Artıq Sım kəndində layihə çərçivəsində Sım tarixi eksponatların sərgi məkanındayıq artıq. Gördüyünüz kimi gözəl bir şərait yaradıldı. Vaxtilə biz bu kəndə gələn qonaqlar bu Rüzgar müəllimin yanına gələrdi evdə. Karobkalarda bu gördüyünüz əşyaları padvalda, tosturbağın altında qoruyub saxlayardı. 2 saat gəlib gözləyirdi o karobka padvaldan çıxsın, bir stolun üstündə düzülsün, gələn qonaqlara bu haqda məlumat verilsin. Ondan sonra gələn qonaqlar da biraz video şəkil çəkərsə, təzədən bir də bunu yığışdır, apar qoy padvala. Bunun soyuğu var, bunun qarı var, bunun qışı var. Onun üçün də böyük bir çətinliklə üzləşirdilər. İndi şükür Allaha, gördüyünüz kimi Allah köməyi ilə, turizm agentinin dəstəyi ilə görürsünüz ki, gözəl burada bir şərait yaradıldı. Bax, burada tarixi eksponatlar artıq kəndə kimin əlinə nə keçirsə, yer şoxun vuranda, bir ərazi təmizləyəndə, yer aldan nə əldə gəlirsə tarixi eksponatlar hamısı gətirirlər. Görürsünüz, bu qat təzəcə burada artıq gətirir. Bir kəs öz evində şoxun vuranda bunu qabı görüb, götürüb gətirib bura təhvil verdi. Bu da mis formasında bir qabdır, üstündə yazılar var. Yəni, bunda mütəxəssisləri artıq üçün, bunlar üçün çox maraqlı olur. Qaya öksü təsvir daşlar var. Onun məsələn bir qismi 2 gün burada gətirilib. Qalanlardan yaxın günlərdən havalar qızsın. Görürsünüz ki, möhkəm qar yağmışdı. Havalar indi təzə qar əriyib. İnşallah indi hava əlverişli olan vaxtı qaya öksü təsvir qayalar parçalarımız var. Onları da bura gətirəcəyik. Əlavə tarixi eksponatlarımız var. Kəndin başqa yerlərində. Bunlar da inşallah hamısı bura cəmləşəcək. Yaxın günlərdə bura tamam çox böyük bir zəngin formasında olacaq. Çoxlu eksponatlarımız var. Onlar da hissə artıq gətirib bura yerləşdiriləcək. Gələn qonaqlar üçün bu çox diqqət cəlb edir. Artıq gələn qonaqlar da burada rahat şəkillərini çəkirlər. Yağış da yağsa, qar da yağsa artıq üstü örtülü bir burada naves kimi bir yerimiz var. Açıq səma altında artıq burada gələn qonaqlar burada qəşəng şəkillər çəkirlər və buranın tarixi haqqında maraqlanırlar. Və burada məsələn bir misal deyəm ki, əvvəllər dayandondurum deyilən bir tüfəng var idi. Bu dayandondurum tüfəngdən qalan bu hissədir. Bu da gələn qonaqlar üçün maraqlıdır ki, bu nədir? Və ondan sonra qədimi alatlar olub, dəhrə. Dəhrə kənd təsərrüfatı da çox mühüm rol aparır, ağacları budamaqda. Artıq bu da onun bir qırılmış formasıdır, qalıb. Sonra xəncərlər olub əvvəllər, burada döyüş olub. Ya hansısa bir bura şah, padşah dövrü olan nişanalar olan yerlər var. Bu padşah məkanı olan ərazilərdir bura. Xusub məsələn Anaşiravan xanım burada sarayı var. Belə xəncərlər də təbii ki o dövrdə yer altında qalıb. İndi rasımıza gələndə yığıb gətirib qoyuruq burada. Gözəl iki tərəfli burada da naxışlar var bunda. Bu da tarixdir. Burada əvvəllər məsələn bir daşda sizə nümunə göstərəm. Bunun üstündə isə biz talaşa dük deyirik. Burada yunu deməli burada sap şəklində çevirmək üçün bir alətin altıdır bu. Yəni bunlar çoxlu burada
artıq sınırlar görürük bu gözlər. Dəmirdən düzəldilmiş əvvəla kəllə qənd deyərdik. Sovetin dövründə olardı. O kəllə qəndi doğramaq üçün dəmirçixanamız var kəndə. Yəni bu cənub bölgəsində yeganə bir dənə dəmirçixana da Sım kəndindədir və o dəmirçixanada düzələn alat, beləşən alatlar düzəldirdi qənd doğramaq üçün. Minnətdarım.